Bugün kanalımızda olduqca unikal və karizmatik bir avtomobil var. Qırıcılardan doğulmuş İsveçli Saab 903. Fanatların yaşatdığı bu avtomobil markası artıq təəssüf ki, istehsal olunmur. Saab markası 30-cu illərdən qırıcı istehsalından başlayıblar və 2-ci Dünya müharibəsindən sonra da artıq avtomobil istehsalına keçiblər. Bu avtomobil markasında həmin mühəndislərin əl işlərini görmək olar ki, avtomobilə belə vizual baxanda da, salon elementlərində də, avtomobilin ümumi arxitekturasının qurulmağında da qırıcı təxəyyülü olan hərbiçi insanları görmək mümkündür. Yanında dayandığım Saab 903 modeli ölkəmizdə olduqca nadir tapılan bir avtomobildir. Dövrü üçün çox maraqlı, universal gövdədə olan bir avtomobil olub. Saablılar bu avtomobilə sport kombi deyirlər. Avtomobil universal gövdədə olmağına baxmayaraq idman sayığı yürüyüşü ilə, eləcə də idman sayığı oturacaqları dizayn elementlərinə görə çox qeyri-adi bir funksionallığı var. İsveçli olan Saab markası artıq 2000-ci illərin əvvəllərində böyük iqtisadi problemlər yaşayırdı və General Motors onu almağa başladı. General Motors'un burada mühərrik və texniki işlərini görmək olur ki, kapot altında bu dəqiqə General Motors'dan B207 indeksli mühərrik dayanır ki, onu Opel'lərdə, GM'in müxtəlif avtomobillərində, modellərində görə bilərsiniz. Avtomobilin çöl dizaynına baxsaq, çox sakit, xarakterik İsveçli, skandinav dizaynı var. Amma bu sakitliyinə baxmayaraq bu avtomobilləri əsl sleeperlər deyirlər ki, çox güclü bir dinamikası olan avtomobildir. Mənə görə çox maraqlı dizaynı var, sakit bir avtomobil görüntüsü verir. Amma dediyim kimi çox dinamik avtomobildir. Kapot altında GM'in bayaq qeyd etdiyim kimi 2 litrli turbo, 4 silindrli mühərriki dayanır. Avtomobil ön çəkimlidir, 5 pilləli avtomat transmisiyalar təchiz olunub. Kapot altı olduqca səliqəli yığılıb zavoddan. Yəni burada yad bir elementlər gözdə belə çirkli görüntü yaratmır. Bu B207 indeksli mühərrikin ən əsas üstünlüklərindən biri də odur ki, olduqca yaxşı tuning olunur. Zavoddan 210 at güclü stage 1 ilə bu avtomobili 230 hətta 250-yə kimi çatdırmaq olur. Avtomobilin dünyada 400 at gücünə qədər qaldırılmış versiyaları da var ki, Saab 903 müxtəlif sərgilərin, yəni göz bəbəyi də olur. Bizim ölkədə təəssüf ki, bu avtomobil modelindən, markasından ümumiyyətlə olduqca azdır. Hətta mən Saabın klassik bir modelini bizim rayonlardan birində çürümüş vəziyyətdə artıq toyuq hinində tapmışdım ki, onu artıq təəssüf ki, heç cür restavrasiya etmək mümkün deyildi. Göz önündə olanlardan danışaq ki, gündüz işıqlandırılması, xenon fənərlər, fənərlərin yuyulması, qeyd edim ki, ilk fənərlərin yuyulması opsiyaları da Saablarda və Volvolarda, qış həyatı keçirən İsveçlilərdə, Skandinavlarda yaradılıb. Ön hissədə dumanla işıqlandırma, parking radarlarımız təəssüf ki, yoxdur. Dövrü üçün yəqin tələb olunan bir opsiya olmayıb İsveçlilərdə. Avtomobilə yan hissədən baxsaq görərik ki, qapı çərçivələri bir istiqamətdə gedir, amma avtomobilin ban hissəsi arxaya doğru genişlənir. Bu da bagaj ərazisinin hündürləşdirilməsi üçündür ki, həm dizayn elementi olsun, həm də bagajda hündür bir ərazi olsun. Eləcə də universal modeldə, məhz bu modeldə, sport kombidə arxa askı nisbətən sərt döngələrdə müəyyən bucaq altında dönərək avtomobilin rahat dönməyinə xidmət eləyir. Bu da təsəvvür edin ki, bu qədər uzun bir avtomobil hatchback qədər rahat yerində dönə bilir. Arxa görüntüdən danışsaq, burada bizə ən tanış olmayan bu arxa fənərlər ki, ice block adlanır. Yəni buz blokları tərzində üst-üstə yığılmış bir arxa fənər var. Bu da yenə deyirəm, soyuq iqlimdə yaşayan skandinavların öz ideyasıdır ki, hələ də çox müasir görünür. Sanki sonradan bir tuning olmuş element olaraq gəlir, amma zavoddan bu belə opsiyada gəlir. Ice blockdur bunun adı. Arxa hissədə çox qeyri-adi nələrimizsə yoxdur. 2 litrli turbo mühərrik olduğunu bu göstərir və 903 modeli. Arxada parking radarlar, işıq əks etdiricilər və bagaj qapısının açılma düyməsi. Çox geniş və hündür bagaj ərazisi var. Arxa oturacaqlar təbii ki, aşırdıla bilir və 1200 litrə qədər bagajı genişləndirmək mümkündür. Və burada təbii ki, xizəkli bir bölmə də var ki, dirsəyə atdığını aşırtmaqla xizəklərinizi bura qoya bilərdiniz vaxtı ilə. Və örtü altında avtomobilin ehtiyat təkəri, açarları və s. Burada çox əşya yerləşdirmək olar. Geniş bagajı var. 2 ədəd işıqlandırma plafonu da dayanır burada. Əl dəstəyi ilə də bu tərzdə bağlanır. Və bu avtomobildə xüsusi qeyd etməli olduğum bir nüans da var ki, qapıları olduqca kipdir və güclü səs izolyasiyası var. Qapıların bağlanmağına baxın. Hələ bu bagaj qapısıdır. Carangıltı falan, beşməkan belə bir söhbətlər yoxdur. Gəlin arxa qapının bağlanmağına fikir verin.
Hələ də necə kip bağlanırlar. Mən özdə bərk vururam qapıları. Avtomobildə daha bir maraqlı özəllikdən biri də odur ki, kapot üzərində görürsünüz ki, 3 ədəd şüşəyə su vuran var. Qışda palçıqlı yollarda idarə olunan bu universalda mütləq şəkildə ön alın şüşəsi təmiz olmalıdır. Maksimum dərəcədə sudan bol istifadə edib skandinavlar. Ön fənərlərin yuyulması da bayaq qeyd etdiyim kimi ilk dəfə də olaraq, yəni Saab və Volvo avtomobillərində quraşdırılıb. Salona keçmək vaxtıdır, amma ondan əvvəl sizə avtomobilin açarından danışmalıyam ki, avtomobilin açarını təsəvvür edin ki, heç bir metalik bir açar yoxdur üzərində. Sadəcə belə bir plasmas korpusda bir açardır. Qapıların bağlanmağı, açılmağı və baqaj qapısının bağlanıb açılmağıdır. Avtomobilin salon materiallarından danışsaq, bəli, plastik bolluğu var təbii ki. Bu da vaxtı ilə məhz avtomobilin digər Alman markalarına uduzmağında əsas səbəblərdən biri də o olub ki, materiallarda daha çox tünd rəngli plastiklərdən çox istifadə ediblər Saablılar. Bu da onların uduzmağına böyük səbəblərdən biridir. Amma avtomobilin salonuna əyləşən kimi olduqca yumuşaq və rahat oturacaqlar burada sizi qarşılayır. Salon oturacaqlarının sürücü və sərnişinin, eləcə də arxa sərnişinlər üçün oturacaqlar məhz həkimlərlə bir yerdə qurulub. Həqiqətən də çox komfortludur oturacaqlar. Həm yumuşaqdır, həm də bel dəstəyi, onurğanın özünün hansı formada, lazımi qaydada dayanmalı olduğunu təyin eləyir. Başlıqlar burada çox qeyri-adi işlənib. Başlıqların xüsusi bir forması var. Yalnız və yalnız hündürlüyə görə nizamlanır. Amma ergonomika məhz sürücü üçün nəzərdə tutulub burada. Hətta ön panel nisbətən sürücüyə tərəf əyilərək sanki bir qırıcı kokpiti kimi funksional işlənib və burada çox maraqlı funksiyalar var ki, məhz Saabda olub vaxtı ilə. Qapı materiallarından danışmışkən onlara belə nəzər ataq. Plastik yenə deyirəm, qapılardır burada soft touch, yumuşaq plastikdir. Dəri hissələr əl toxunan yerlər, dirsək altlığı hissələr dəridən də, amma əl tutacağının özü həmin o soft touch örtükdür ki, vaxt keçdikcə soyulmağa məruz qalır. Bunu köhnə BMW-lərdən də xatırlayarsınız. Yəni şüşələrin elektron nizamlanması, qapıların açılıb bağlanmağı və burada bu qapı düyməsinə baxın ki, xüsusi səslənməyə də var ki, mexanizmlər işləyir, açılır və bağlanır və güzgülərin idarə etməsi, həmçinin güzgülərin də bağlanma opsiyası burada var. Sürücü oturacağı və ön sərnişin oturacağı elektron nizamlanmalıdır və rahat şəkildə də çox da səssiz işləyirlər və yalnız sürücü oturacağının üçlü yaddaş paketi var ki, bu ancaq sürücüyə verilir. Arxa oturacaqlar isə təbii ki, nizamlanması yoxdur. Salona əyləşən kimi sizə maraqlı gələcək ən özəl funksiya avtomobilin işə salınma funksiyasıdır. Bayaq dediyim kimi, metalik heç bir açar yoxdur. Açarı bu tərzdə yerləşdiririk və sükan kiliddən çıxır. Açarlığın üstündə lock, off, on və start yazıları yazılıb. Lockdan açarı çıxardırıq və sükan həmin anda kilidə düşür. Açarı yuvaya saldıqda isə sükan kiliddən çıxır. On pozisiyasına gələndə isə ön sürətlər panelində, yəni avtomobildə checking gedir. Yəni yoxlayır ki, sənin avtomobilində hansı problem var. Hal-hazırda bizim avtomobildə sadəcə bir arxa duman ilə işıqlandırmanın bir işığı yanmır. Onu bizə göstərir. Avtomobili işə salmaq isə əyləc pedalına basmadan, görürsünüz ayaqlarım geridədir. Sadəcə starta fırlamaqla avtomobil işə düşür. Bu da maraqlı bir özəlliklərdəndir, məhz Saabdadır. Söndürəndə də eyni qaydada söndürürsən və çıxardırsan, kilidləndir sükan. Daha bir maraqlı özəllik əl əyləcinin yerləşməsidir ki, baxın, ümumi dizayna uyğun mərkəzi konsolda yerləşdirilib. Burada əlavə bir əl tutacağı yoxdur. Məsələn, tam dizaynı bərabər getsin deyənə buranla bərabər bu tərzdə işləyiblər əl əyləcini. 5 pilləli avtomat transmissiyamız var. Eləcə də avtomat transmissiyanın mexaniki idarə etməsi də var ki, tiptronika keçirtmək olur. Ən maraqlı özəlliklərdən biri də bax bu kəpənəkli stəkan atlığıdır ki, bu məhz Saabda gəlib vaxtı ilə sərnişin üçün, yaxud sürücü də bunu istifadə eləyə bilər. Amma bir stəkan altlığımız da var. DC altlığının yaxınlığında burada həm kiçik bir ərazimiz var, eləcə də bir dənə stəkan altlığına onu çevirmək olur. Beləliklə, DC altlığı üzəri dəridən də önə və arxaya doğru hərəkət etdirmək olur. Açanda isə burada cool box da yaranır ki, kondisioner işləyərkən kondisionerin sərin havası burada hər hansı içkinizi filan
sərin saxlayır. Avtomobili işə salın və işıqları yandırım ki, sizə tam vizual anlaşılan olsun ki, qırıcı təyyarədən ilhamlanmış dizayn nə deməkdir? Ön kokpit sürücüyə tərəf istiqamətlənib, yəni pilota tərəf və burada əsasən yaşıl işıqlardan istifadə ediblər ki, qırıcı təyyarələrin əsas işıqlandırılması yaşıl rəngdə imiş. Və ən mükəmməl, maraqlı elementlərdən biri də Night Panel düyməsidir ki, düyməni basarkən salonda bütün işıqlandırma sönür və yalnız sürücünün gözü qarşısında sürət göstərgəsi işləyir. Yəni avtomobil neçə kilometr saatla gedir və burada maraqlı bir özəllik daha var ki, saatda 140 kilometrə qədər işıqlandırma dayanıb. Artıq 160-a doğru gedəndə isə o yanır. Hal-hazırda deyək ki, sıfırdayıq, 140-a qədər bizə limit verib işıqlandırmanı. 140 keçəndən sonra isə artıq 160, 180 onlar da yanmağa başlayacaq. Çox maraqlı bir özəllikdir. Və burada düymələrin niyə görə bu qədər böyük olduğunu soruşsaz, ona görə böyükdür ki, İsveç soyuqlarında əlcə ilə belə bu düymələrə basmaq olsun. Yəni, sadə və primitiv bir səbəbi var imiş ki, düymələri ona görə bu ölçüdə qoyublar ki, əlcəkdə olanda belə rahat istifadə edə bilərsən. Gözümüz qarşısında sport düyməsi var ki, avtomobili həmin an xüsusi sport rejimə keçirdir və sport düyməsinin üzərində də mexaniki transmissiyanın əl dəstəyi var. Burada dayanıb, burada sport düyməsi bu tərzdə. Night paneli aktiv edəndə hər şey sönür. Deaktiv eləyəndə isə yenidən bütün göstəricilər yerinə qayıdır. Suyun, işığın və turbonun. Hal-hazırda qaz verdikcə turbo, yəni dövrlərini də belə göstərir burada. Olduqca maraqlıdır və daha bir maraqlı özəlliklərdən biri də artıq müasir avtomobillərdə bu çox qeyri-adi bir şey deyil, amma vaxtilə Saabda bu olub ki, kondisionerin işıqlandırılması da yaşıl rəngdə işıqlanır və üzərində hərəkət edir. Çox maraqlı bir özəllikdir bu da. Dövrü üçün bir daha deyirəm ki, yeniliklər ediblər və hava kanallarının istiqamətlənməsi çox maraqlı dircə şəklindədir, joystick tərzindədir. Hava kanalları bu tərzdə belə işləyirlər. Bu da maraqlıdır. Avtomobildə lük yoxdur, sadə tavandır, işıqlandırmadır, klavişli belə işıqlandırmadır. Uzun ömürlüdür özdə bunlar. Kifayət qədər uzun ömürlü belə işıqlandırılması da var. Avtomobilin təchizatı sadə, qısa, lakonik, skandinav təxəyyülü burada tam hökm sürür. Transmissiyanın ön hissəsində kiçik belə bölməmiz var və burada külqabı, 12 voltluq elektrik yuvası da yerləşib. Ön oturacaqların isitməsi mövcuddur. Salon 2 rəng tonunda işlənib. Kənarlar tam dəridəndir. Orta hissə parçalıdır. Belə xüsusi materialı var ki, deyilcəkli bir materialı var və isitmə var ön oturacaqlar. Yalnız və yalnız ön oturacaqlarda isitmə mövcuddur. Arxa oturacaqlara əyləşdim. Burada həqiqətən oturacaqlar mükəmməldir. Olduqca rahat oturacaqları var və sərnişinlər üçün deyim ki, geniş diz məsafəsi və təəssüf ki, geniş diz məsafəsi yoxdur burada, amma dəri oturacaqlar öz sözünü deyir. Başlıqlar, xüsusilə vurğulamaq olduğum məqam odur ki, başlıqlar çox maraqlı qurulub və estetikalı qurulub. Dirsək altlığı, burada dirsək altlığı var, amma stəkan altlığı yoxdur. Amma stəkan altlığı keçirilib məhz alt hissəyə, bunu Alman avtomobillərindən görmək olar. Məncə bu çox funksional bir şeydir. Nəyə görə? Təsəvvür edin ki, burada dirsəyinizi qoymusunuz və stəkan altlığı da buradadır. Hal-hazırda müasir avtomobillərdə görürsünüz də dirsək altlığını gərək belə qoyursan. Amma burada əlini uzadırsan, tam burada stəkanını götürdün, içkivi içdin, qoydun yerinə. Dirsək altlığı genişdir və çox yumuşaqdır və xizəklik bölmə də buradadır ki, xizəkləri yerləşdirə bilərsən salona. Oturacaqlar bir daha qeyd edirəm, olduqca rahatdır. Və sərnişinlər üçün bir ədəd külqabı və hava kanallarının mexaniki idarə etməsi var. Müstəqil şəkildə bir-birindən ayrıca işləyirlər. Həm də bir yerdə gedib gəlirlər. Ayrıca amma belə hərəkət etdirmək olur onun bir-birini və bağlamaq, açmaq mümkündür. Geniş tavan ərazisi var. Baş məsafəsi görün nə qədər. Həmin o videonun əvvəlində qeyd etdiyim konstruksiya forması ona görədir ki, həm bagajı hündürləşdirsinlər, həm də sərnişinlər üçün hündür baş məsafəsi versinlər. Əl tutacağı asılqanlar və bu nədir? Bunu təəssüf araşdıra bilməmişəm, amma mütləq şəkildə bu yəqin ki, torlu bölmək üçün olan bir söhbətdir. Baxın, işıqlandırma var 2 ədəd və vəssalam. Oturacaqlar təkrarçılıq olmasın, çox rahatdır. Qəribədir. Burada uzun yol rahat gedə bilərsiniz. Və oturacaqlar nisbətən ön sərnişinlərə görə hündürdə yerləşdirilib ki, yolu tam görə bilsinlər. Qırıcılardan ilhamlanmış avtomobilin artıq sürüş testindən keçmək vaxtıdır. Sürücü oturma pozisiyası o qədər yaxşıdır. Yəni universal sürməyinə baxmayaraq, yəni burnunu tam görürsən avtomobilin. 2 litrlik turbo mühərrik 5
pilləli avtomat transmisiya və start anında çox da böyük dinamika görmürsən bu avtomobildən, amma turbo hava basdıqca artıq dinamikanı rahat şəkildə hiss etmək olur avtomobildə. Bilmirəm Saabdır deyə, qeyri-adi avtomobil deyənə mən bu çox yaxşı sözlər deyirəm bu maşın haqqında, amma Saab sevərlər yəqin bilinir ki, nəyə görə bu avtomobili bu qədər çox seviblər. Ümumiyyətlə, az anatomiyası var Sükanın, ələ çox yatımlıdır. Mühərrik turbo olduğundan təbii ki, ani, yəni reaksiya vermir. Bir balaca ona havalanmaq lazımdır ki, yaxşı mənada həmin andaca reaksiya versin. Salonda plastik elementlərin yüngül səsləri var ki, bu da bu yaşda avtomobil üçün ona bağışlanması bir nüansdır. Amma əyləşirsən sükan arxasına, axında səndən yoxdur, sən təksən, yəni təsəvvür eləyin ki, bu qədər avtomobilin arasında Saab bu dəqiqə təkdir. Ətrafda belə fırlanıb baxırlar ki, bu nə maşın idi, adi universal adam. Yaxınlaşsalar, çox adam bu avtomobilin heç adını da deyə bilmir. Saab hansı marka olduğu haqqında məlumatsızdır. Amma da öz tarixi olan, yəni öz möhtəşəm avtomobilləri ilə iz qoyan bir avtomobil markasıdır Saab. Ən maraqlı özəlliklərdən biri də Saablarda bu night panel mövzusudur. Night paneli vurduqda görürsünüz, salonda olan, daha doğrusu kokpitdə olan bütün işıqlar sönür. Sürücüyə yalnız və yalnız sürət göstərir. Baxın, indi nə taxometr işləyir, nə benzini görə bilirik, nə avtomobilin temperaturunu görə bilirik. Ancaq və ancaq biz onu yenidən aktiv moda qaytaranda artıq görürsünüz, hamısı oyanır. Bu uzun yol üçün, bir sürücü üçün çox maraqlı bir özəllikdir ki, göz qətiyyən yorulmasın. Daha bir maraqlı tərəfi bu night panelin odur ki, görürsünüz, bizdə sürətlənmə 0-dan 140 km/saata qədər yalnız göstərir, amma avtomobil 260 km/saatla gedə bilir. 140 km-dən artıq sürətə biz qalxdıqda, deyək ki, 150 km-ə qalxdıqda artıq orada yenidən işıqlanma 150 olaraq yanır, 160 olaraq yanır. Avtomobil ümumiyyətlə özünü çox yaxşı aparır. Bu qədər yaşı olmağına baxmayaraq, həqiqətən yaxşı qulluq görmüş bir maşındır bu dəqiqə idarə etdiyimiz bu Saab 903 modeli. Və çox sevinirəm ki, mənim o kapilkamda bir dənə də belə qeyri-adi avtomobil oldu ki, mən onu idarə etdim və sizə də göstərə bildim. Ümumiyyətlə, belə qeyri-adi avtomobilləri daima axtarıram. İstəyirəm ki, sizə də təqdim edeyim və siz də maraqlı avtomobilləri görəsiniz ki, ölkəmizdə belə nadir nümunələr var. Belə hava artıq qaralır, çox çəkilişə vaxtımız yoxdur, amma düşünürəm ki, ən əsas fikirləri Saab haqqında sizə məlumatları çatdıra bildim. Təəssüf biraz vaxtımız daha çox olsaydı və işıqlı havada çəkiliş eləsəydi, daha çox məlumat ötürərdim. Amma ümumi olaraq Saabı biz gördük və tanış olduq onunla. Azərbaycan reallığında onu görmək, idarə etmək çox maraqlı hisslər verir. Avtomobilin düşünürəm ki, bugünkü gün çox az işlərə ehtiyacı var. Təki bəzək, düzək, yüngül tuning işlərindən biraz belə enli disklər, nisbətən askının aşağı düşməyi, idman askısına, idman yaylarından istifadə edərək bu avtomobil daha da nəzərə çarpan etmək olar. İnşallah bir gün avtomobil sərgilərində bu təz qeyri-adi avtomobilləri görərik. Yəni, klassik avtomobilləri nəzərə tutmuram. Məhz sleeperlər var ki, onları biz görərik. Artıq eyni çeynənmiş avtomobilləri görməkdən mən, misal üçün, sərgilərə gedəndə çox maraqlı heç nə görə bilmirəm. Yəni, indi xətrinə dəymək istəmirəm heç kimi, siz mənə başa düşdünüz nə demək istəyirəm. Beləliklə, night panelimizi geriyə qaytarır, çox maraqlı işləyir bu. Mən bununla oynayaram da, yəni bütün günü. Yandır, söndür uşaq kimi. Ümid edirəm ki, əzizlərcə, qısa da olsa təqdimatı bəyəndiniz. İnşallah növbəti maraqlı avtomobillərin çəkilişində görüşənədək. Kanala abunə olun, fikirlərinizi qeyd eləyin. Sizin fikirləriniz çox maraqlıdır mənə ki, Saab haqqında, ümumiyyətlə, qeyri-adi avtomobillər haqqında nə düşünürsünüz və Instagram və TikTokdan da maraqlı gördüyünüz avtomobilləri ata bilərsiniz ki, onlarla danışaq, mütləq şəkildə çəkilişə gedək. Görüşənədək.